Salam aleyküm. Çoxları fikirləşir görəsən Ramiz Mehdiyevi Rusiya prezidenti niyə təhvil verdi? Hərənin bir versiyası var, jurnalistlərin, siyasətçilərin. Mən də vətəndaş olaraq öz mövqeyimdən çıxış eləmək istəyirəm. Bildirmək istəyirəm ki, Ramiz Mehdiyevi təhvil vermək elə də bir çətin məsələ deyil. Rusiya prezidenti keçmiş KGB-nin agentidir. Burada keçmiş olmur. Hətta bu adam ölü agenturasından da düzgün istifadə eləməyi son anda bilir. Ramiz Mehdiyev nə təzədən dövlət çevrilişi eləyə bilər, nə onun elə bir imkanları var. Ancaq Rusiya prezidenti hətta ölü insanlardan belə, ölü agentlərdən belə düzgün istifadə eləməyi bilir. İlham Əliyev kimi müttəfiqi itirməkdənsə, son zamanlar hamı görürdü ki, xüsusən də təyyarə qəzasından sonra İlham Əliyev Putin'den çalışır da aralı gəzmək. Mən də fikirləşirəm bu daha düzgün mövqedir. Çünki Lukashenko ilə ya Şimali Koreya ilə bir yerdə olmaq nə İlham Əliyevə nə də bizə ölkə kimi şərəf gətirmirdi. Bu adam da çalışır ki, özünü yaxın, münasib adam göstərmək üçün Azərbaycan prezidenti kimi müttəfiqi itirməkdənsə, demir lazımsız əşyalarını, lazımsız Mehdiyevləri təhvil verməklə daha özünü münasib bir obrazda göstermeye çalışan Rusya prezidenti var. Çoxları bu haqda çox dərin fikirləşir. Mənə elə gəlir ki, nə onun Ramiz Mehdiyevin bu dövlət çevrilişi etməyə nə qüdrəti, nə şansı vardı, nə də onun ətrafında duran bəzi Əli Həsənov olsun. Bəli, müxalif fikri ola bilərlər, hardasa danışıq eləyə bilərlər, onun da sui-istifadə eləyənlər də var. Amma hərdən fikirləşirəm ki, daha düzgün elə onun həbs olunmağı, tək o deyil. O həm də bir dirilərə mesajdır. Bu təkcə Ramiz Mehdiyevin həbsi deyil. Bu diri məmurların özlərinə bir mesajdır ki, heç kəs bu dünyada yığdığı haram vasitələri o dünyaya rahat apara bilmir.